Təxminən 50 il əvvəl Veneraya göndərilən Sovet kosmik obyekti indi yerə qayıdır. Düşə biləcəyi ölkələr arasında Azərbaycanın da adı çəkilir. 1972-ci ildə Sovet İttifaqı tərəfindən buraxılan Kosmos 482 kosmik gəmisi Veneraya enmək üçün nəzərdə tutulub, ancaq buraxılış mərhələsində nasazlıq səbəbindən o yerin orbitini tərk edə bilməyib. Kosmik gəminin böyük hissəsi ilk 10 illikdə atmosferə girərək yoxa çıxıb. İndi isə astronomlar kosmik tullantının qalığının 53 il sonra yerə düşəcəyini deyir. Bu hadisə mayın 8-14 aralığında baş verə bilər. Bəs ekspertlər nə düşünür? Risk nə dərəcədə böyükdür? Təfərrüatlar sujetdə. Soyuq müharibə dövründə Şərq və Qərb bloku arasındakı mübarizənin obyektlərindən biri də kosmos idi. Orbitə ilk insanın çıxması, Aya insan ayağının dəyməsi kimi nailiyyətlər bu rəqabətin məhsuludur. Bu yarış 1972-ci ildə Veneranın araşdırılması məqsədi ilə iki kosmik gəminin də fəzaya buraxılması ilə nəticələndi. Lakin onlardan yalnız birinin səfəri uğurlu oldu. Digər gəmi Kosmos 482 yer orbitini tərk edə bilmədi. Kosmik gəminin böyük hissəsi ilk 10 illikdə atmosferə girərək yoxa çıxdı. Diametri təqribən 1 metr olan eniş kapsulu isə 53 ildir ki, elliptik orbitdə fırlanır. Son günlər yayılan məlumata görə metal tullantı yaxın günlərdə yerə düşə bilər. Onun kütləsi təqribən yarım tondur, 280 km/saat sürətlə hərəkət edir. NASA'nın məlumatı 6 mayda verilib və orada göstərilir ki, demək, həmin geyik yer atmosferinə təqribən 10 may tarixində daxil olacaq və yer kürəsinin mənfi, demək, 52 dərəcə cənub en dairəsindən tutmuş, 52 dərəcə şimal en dairəsinə qədər olan zollarında, yəni ekvatordan həm yuxarıda, həm aşağıda belə bir zolaqda istənilən əraziyə düşə bilər. Ekspertlər düşünür ki, obyektin yarada biləcəyi qəza riski hər il baş verən təsadüfi meteor hadisələrinə bənzəyə bilər. Yəni risk elə də yüksək deyil. NASA'nın məlumatına görə hər gün təxminən 100 ton meteorit, toz və çınqıl parçaları və bəzən daha böyük süxurlar yer atmosferinə daxil olur. Bu hissəciklərin əksəriyyəti atmosferdə yanır və yer səthinə toz halında çatır. Lakin bu raketdə belə bir hal baş verməyəcək. Nəzərdə tutulmuş ki, Veneranın səthinə daxil olacaq və oradakı fiziki şərait həddindən çox ağırdır. Ona dözmək üçün xüsusi möhkəm materiallardan hazırlanmışdır. Ona görə çox ehtimal ki, bu gəlib yerə dəyə biləcəkdir. Məlumat tamamilə bu sonradan təhrif olunmuş və belə bir məlumat şəkillər gəlib çıxmışdır ki, güya Misirdən başlayaraq Azərbaycan ərazisinə düşəcək. Belə məlumatın heç bir dəqiq desək əsası yoxdur. NASA'nın göstərdiyi diapazon daxilində görün, yer kürəsi, Azərbaycan yer kürəsində boyda balaca bir əraziyə malikdir. Onun ehtimalı hardasa 1000-dən daha azdır. Elə xarici ekspertlərin də qənaətinə görə planetin 70% su olduğu üçün raketin okeana düşmə ehtimalı yüksəkdir. Yeri gəlmişkən əvvəlcə Kosmos 482-nin Titan yanacaq çənləri Yeni Zelandiya sahillərinə düşüb. Bu hadisə keçmiş Sovet kosmik gəmisinin uzun illərdən sonra planetə qayıtmasının ilk əlaməti kimi qeydə alınıb. Mələk İnqilablı, ATV Xəbər.